Birləşmiş Ştatlar prezidenti Donald Trump xarici siyasətdə yeni istiqamətlər müəyyən edir. Onun komandası Ukraynanın siyasi gələcəyini dəyişə biləcək danışıqlara başlayıb. İddialara görə bu görüşlərdə Zelenskinin siyasi rəqibləri Yuliya Timoşenko və Petro Poroshenkonun partiya nümayəndələri iştirak edib. Bəs Vaşinqtonun bu addımı Ukraynada hakimiyyət dəyişikliyinə səbəb ola bilərmi? Trump'ın komandası artıq Ukrayna müxalifəti ilə bir neçə gizli görüş keçirib. Müzakirələrin əsas mövzusu Ukraynada növbəti prezident seçkilərinin keçirilməsidir. Seçkilər həmçinin Ukraynanın gələcək siyasi kursunu müəyyən edəcək mühüm addım olacaq. ABŞ administrasiyasının Ukraynadakı müxalif qüvvələrlə dialoq barədə ortaya qoyduğu mövqe onu göstərir ki, Amerika Birləşmiş Ştatları Ukraynada istədiyi nəticəyə nail olmayana qədər Trump Zelenskiyə müxtəlif vasitələrlə təzyiqlərini davam etdirəcək. Ukraynanın təbii sərvətlərinin ABŞ tərəfindən işlədilməsi, eyni zamanda Ukrayna faydalı qazıntılarının Trump'ın da tələb etdiyi kimi Amerika Birləşmiş Ştatlarının investorlar tərəfindən nəzarət edilməsi təklifinə Zelenski razılıq verənə qədər Amerika hakimiyyəti Ukraynadakı seçkilər məsələsini tez-tez qabardacaqdır. Siyasi şərhçi İlyas Hüseynov deyir ki, müxtəlif təmasların keçirilməsi onu deməyə əsas verir ki, Birləşmiş Ştatlara hətta Zelenski ilə müqayisədə ondan əvvəlki komandanın hakimiyyətdə olması belə sanki məqbul görünür. Zelenski sonrası Ukrayna ilə sülh, əməkdaşlıq, iqtisadi fəaliyyətin formalaşması, nadir mineral ehtiyatların istismarı və bu kimi Vaşinqtonun Ukrayna münasibəti mövcuddur. Amma Zelenski kartının burada dövriyyədən çıxması sanki tərəfləri qane eləyir, amma onun hakimiyyətdə qalmasını istəyən qüvvələrin də həmrəyliyi bu məsələdə həll edici ola bilər. Şərhçilər deyir ki, seçkilərin keçirilməsi və nəticələri təkcə ölkənin siyasi kursunu deyil, həm də beynəlxalq münasibətlərdə yeni istiqamətləri müəyyən edəcək. Fidan Səfər,